Minimalizmdən danışaq. Minimalizm deyəndə əksəriyyətin ağlına boş otaqlar, ağappaq divarlar gəlir. Ancaq burada məsələ təkcə vizual boşluqdan, azlıqdan getmir. Terminin tarixçəsini qədimlərə qədər aparmaq olar. Lakin sənətdə bugün işlətdiyimiz mənada minimalizm termini ötən əsrin 60-cı illərində New Yorkda ortaya çıxıb. Minimalizm həssiz sentimentallığın əleyhinə yaranıb. Minimalist sənətçilər deyirlər ki, sənət müəllifin sentimental təlatümlərini ifadə etməyə məcbur deyil. Onların fikrincə, sənət əsəri nəyisə simvolizə də etməməlidir. Nəsə hekayə danışmamalıdır. Nəsnə, əşya, obyekt sadəcə mövcud olmalıdır. Frank Stella, Donald Judd, Karl Andre və Dan Flavin kimi sənətçilər əsərlərində fabrik istehsalı materiallardan, həndəsi formalardan istifadə edərək əsərlər yaradıblar. Minimalist əsərlərdə sənətçinin əl izi görünmür. Çünki onlar üçün sənətçi dühası kimi anlayışlar romantizm dövrünün məhsuludur və aradan çıxmalıdır. Məsələn, Dan Flavin marketdən aldığı lampaları bir-birinə calayaraq, birləşdirərək əsərlər yaradıb. Minimalist sənətdə tamaşaçını seyr etməkdən iştirak etməyə çağırış var. Məsələn, Richard Serra böyük dəmir lövhələrlə bir məkanın içində labirintlər, dəhlizlər düzəldir. Tamaşaçılar təkcə əsərlə üzbəüz qalmırlar burada. Onun içinə də girə bilirlər, yan-yörəsinə də baxırlar. Serra üçün əsas olan şey dəmir lövhə deyil. Onun yaratdığı boşluq və tamaşaçının həmin boşluğun içindəki təcrübəsidir. Minimalizm sənəti nəsnə olmaqdan çıxarıb təcrübəyə çevirməyə çalışır. Bu sadəlik anlayışı əlbəttə təkcə rəssamlıq və heykəltaraşlığa aid deyil. Memarlıqda Ludwig Mies van der Rohe az çoxdur prinsipi ilə minimalist işlər görüb. Memarlıqdakı minimalizm bərbəzəkdən arınmış, funksional, həndəsi strukturların tərəfindədir. Ədəbiyyatda Raymond Carver kimi yazıçılar qısa, bəzəksiz cümlələrlə yığcam, həcmli hekayələr yazmaqla minimalizmin nəsrdəki, prozadakı variantlarını yaradıblar. Musiqidə Philip Glass kimi bəstəkarlar qarışıq, mürəkkəb melodiyalar əvəzinə sadə ritmlərin, akordların davamlı təkrarına söykənən hipnotik strukturlara müraciət ediblər. Minimalizm bütün sənət növlərində artıqlardan, lüzumsuz olandan təmizlənməkdir, pozanla yaratmaqdır. Dəyəri mürəkkəb olanda yox, sadədə axtarmaqdır. Müəllifi minimumlaşdırmaqla əsəri maksimallaşdırmaqdır. İxtisar etməklə çoxaltmaq işidir.